Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah'ın bütün nimetlerine şükürler olsun. Allah Teala bize böyle nimetler verir ve bizi yoktan var edib. Bu özel böyle bir nimet ki Allah Subhanahu Teala insanı yaradıp. Ve həmçinin sevgili kardeşler, Ramazan ayının bugün 17'sidir. Artık 12 gün qalıb Ramazan bitməsinə. Yani çox sayılı günlər qalıb. Yani ne cür keçirsə adam hiss eləmir. Elhamdülillah, en birinci Allah rahatlaşdırıb, Allah'a hamd olsun. Ve Allah Teala bizi getirib Ramazana. Ve bundan faydalanmalıyıq. Yani bilirsiniz ki, Ramazan ayı xeyirli aydır. Ramazan ayında yani elə bir fürsət var ki, insan həmin vaxt çalışıb imanını qaldıra bilər, tövbə eləyib, günahlarından bağışlana bilər, yüngülləşə bilər, rahatlaşa bilər. Və ona görə də insan ibrətlər almalıdır. Və o ibrətlərdən birisi də bizim gəzdiyimiz yeryüzü var ki, 7 qat yer və onun üzərində biz gəzirik. O özü elə möcüzələrdir. Və başımızın üstündə 7 qat səma var. O da bir möcüzədir. Və bunlar hamısı Allah Taala'nın əzəmətinə, Allah Taala'nın sonsuz qüvvətinə, Allah Taala'nın böyüklüyünə dəlalət edir. Yəni sadəcə sən yerə baxanda ayağının altında gör ki, Allah Teala sənin için yeri döşəmə edib, rahat gəzirsən, faydalanırsan. Və göyə baxanda Allahı xatırla həmçinin. Allah Teala yeri, göyü yaradıb və heç bir sütun yoxdur və sənin üzərində düşmür. Və orada nələr var, möcüzələr. Və biz bilmirik çox şeyi. Çünki bizim elmimiz ona çatmaz. Məsələn, hər bir məsələdə insanın bir miqdarı var. Ondan artıq eləyə bilməz. Nə qədər yekə danışsa, onu eləyə bilməz. Adicə su, hər birimizin oruc açanda necə su içsən. Sən müəyyən bir qədər su içə bilərsən. Amma çoxlu içsən partlatıb öldürər səni. Çünki sənin qüvvən o qədər suya çatmaz. Bəzi məxluqatlar var ki, onlar səndən 10 qat, 20 qat çoxlu su içirlər, amma onlara heç nə olmur. Çünki onlar onu təhəmmül etmək üçün gücləri var. Və həmçinin yeməkdir. Əgər sən həddindən artıq yeysən, partlamaya düşüb ölərsən. Çünki hər şey miqdar. Ağıl da elədir. Gözün də bir həddi var, görmə həddi. Qulağın da eşitmə bir həddi var. Və yəni çox elmi sənə öyrətsə, partlayıb ölərsən. Yəni sənə bədənin hələ ona hazır deyil, qəlbin hələ ona hazır deyil, beynin hələ ona hazır deyil. Nədir ki, qiyamət günü bilirsiniz ki, insanlar, möminlər Allah Teala'nı görəcəklər inşallah cənnət əhli və Allah Teala'nın hicabı var və o nurdandır. Və hara yəni yuxarı o düşsə, yuxarını yandırar bütün, hər şey. Amma insan da məhv eləyər. Və Allah Teala onlara güc verəcək həmin şeyi görməyə. Və ona görə də yəni səmalara baxanda da bil ki, Allah Teala'nın əzəməti böyükdür. Baxmayaraq ki, insanlar bugün çox şeylər danışırlar. Yəni hansı ki, bəzi məsələlər var ki, baxırsan, görürsən, onun əlində acizdir. Adi xəstəliklərdir məsələn. Görürsən, acizdir. İnsana düşən xəstəliklər, bağa, bostana düşən xəstəliklər. İndi biz kənddə yaşayırıq, kənd həyatında. Görürsən ki, onun qabağını ala bilmirlər. Bəla gəlir məsələn, çarə tapa bilmirlər. Yəni, aciz insan ancaq neçə milyon kilometrdə o tərəfdən, bu tərəfdən danışır. Yəni, bu insanları bir növ yəni, elmi arxayın eləyərək Allahdan uzaqlaşdırmalısını istəyirlər. Və əlbəttə ki, elm lazımdır. Çünki bizə nazil olan Quran-ı Kərim ən birinci ayəsi oxunla başlayır. Yəni, insan faydalı, özünə fayda verən şeyləri oxumalıdır. Əlbəttə ki, ən birinci faydalı nədir? Qurandır, sünnədir və ondan sonra yəni, insanların ehtiyacı olan müəyyən elmlərdir ki, onlar da müsəlmanlar mütləq öyrənməlidir. Və əlbəttə ki, Allah Subhanahu Taala buyurur ki, Huvəl əvvəl vəl-əxir vəl-zahir vəl-batın. O əvvəldir. Əlləzi leysə qabləhu şey'un. Yəni, Allah Subhanahu Taala əvvəldir, ilkdir. Huvəl-əxiru və sondur. Yəni, bu ayət şərif, inanın ki, insan bunu dərk edəsə bəs eləyir.
Bəzi deyirəm, o tərəf Allahdan əvvəl heç nə yox idi, hava var idi, boşluq idi. Yəni, o əzəlidir. Əzəli odur ki, ondan qabaq heç nə yoxdur. Sən gördüyün kimi insan öz ağlına, yəni başa düşmədiyi bir şeyə başlayır qeyri elmi şeylər danışmağa, yəni dəqiq olmayan şeylər danışmağa. Bu, onlar da əlbəttə ki, Allahın haqqına girməkdir. Sən, yəni lazım deyil heç nə. Yəni, Allahdan əvvəl heç nə olmuyor. Və ondan sonra da heç nə yoxdur. Və son da odur, əbədi, əzəli. Və huvə-zahir. Və-zahiru vəl-batin. O zahir odur ki, bütün hər bir şeyin üzərindədir. Allah Teala nəzarət eləyir, gücü çatır, idarə eləyir. Yəni, zahir o deməkdir. Və batin qəlblərdə olan, qeybdə olan da Allah bilir, hər şeyi. Sən özün heç qəlbindən nə keçsə bilmir. Kim burada deyə bilər ki, sabahlara qəlbində nələr fikirləşir, heç kəs deyəmlər. Ola bilər, sən indi deyə bilərsən, mən qəlbimdə sabah bunları fikirləşəcəm. Səhər duracaq, sən elə işlərin çıxacaq ki, ya heç unudacaqsan sabah nə fikirləşmişdinsə. Yəni, ancaq Allah Teala nə edir? Hər şeyi bilir. Sənin qəlbində yaratmamışdan qabaq bilir ki, sən nələr edəcəksən, nələr fikirləşəcəksən. Və ona görə də Allah Teala'nın əzəməti böyüdür. Və 7 qat səma, 7 qat yer də onun böyük ayətlərindəndir, əzəmətindəndir. Və sən bir torpaqda, eyni yerdə, yan-yana müxtəlif şeylər əkirsən, müxtəlif acı, şirin, rəngli, yəni eyni şey çıxmır. Görsən, hər şey Allahın əmri iləndir. Yəni, bu hamısı Allah Teala'nın əzəmətinə dəlalət edir. Lillahi mə fis-səmavati və mə fil-ard. Səmada və yerdə nə varsa, hamısı Allahındır. Ləhu mə fis-səmavati və mə fil-ard. Yerdə və göydə nə varsa, onundur hamısı, onun mülküdür. Ləhu məqalidus-səmavati vəl-ard. Və səmanın və göyün, yerin açarları onun əlindədir. Sirlər hamısı onun əlindədir. Məqalid, o deməkdir. Yəni, bu ayətlər görürsünüz, təkrarlanır. Yəni, Quran oxuyanda da görürsünüz. Nəyə görə təkrarlayır? Sənə yadıva salır. Xatırla, xatırlamaq üçün. Nə bir şey öyrənmək istəyirsən, təkrarlayırsan ki, daha yaxşı hopsun fikrinə, beyninə, qəlbinə. Və təkrarlayırsan, daha yaxşı başa düşsün, daha yaxşı qavrasın və unutmasın. Və Allah Teala da Quranda çox yerdə Lillahi mə fis-səmavati və mə fil-ard deyir. Və ona görə də hər bir insan bunu fikirləşməlidir və bundan ibrət almalıdır. Yaddan çıxarmaq olmaz. Və orada böyük ayətlər var, oturub fikirləşsən. Yəni, bitmir, qurtarmır. Allah Teala'nın ayəsini saysan, qurtarmaz, bitməz. Və görürsünüz ki, yerdə nələr var, hələ nələr olacaq, nələr çıxacaq, insanlar tapa bilmirlər çox şeyi. Möcüzələrlə doludur, hikmətlərlə. Və ona görə də hər bir müsəlman bunları fikirləşməlidir, ibrət almalıdır. Və bilirsiniz ki, Ayətül Kürsü hər bir insan onu öyrənir və hamısı da bilir ki, ən güclü ayətlərdəndir. Gözləymədə, nəfsdə oxuyursan, gecə yatanda, səhər zikirlərində, namazdan sonra zikirlər və s. Və bəziləri hatta maşınında da yazıb atır. Yəni, onu təsəvvürlə ki, onun mənasını bilsə bəs edər. Bizcə onun mənasını bilsə bəs edər. Allahu la ilahə illə huvəl-hayyul qayyum. La təxuzuhu sinətun və la nəvm ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yeşfəu indəhu illə bi-izni. Allah Subhanahu Teala yəni, birinci nə deyir? Heç bir məbud haqqı olan yoxdur Allahdan başqa. Haqqı olan məbud yoxdur. Birinci tohid kəlməsi. Allahu la ilahə illə huvəl-hayyul qayyum. Əl-hayy həmişə diridir. Qayyum hər bir şeyi idarə eləyən. Yəni, bu ayətin əzəməti buradadır. Ona hər bir şeyi idarə eləyir. Hər şey onun əlindədir. Əl-qayyum və əl-haydəki diridir həmişə. Heç vaxt. La təxuzuhu sinətun və la nəvm. O nə mürgüləyər, nə ona mürgü tutar, nə də yatar. İnsana xas olan şeydir, yorulur. İnsan oturub fikirləşsə ki, bu natar olub,
bir əsr, iki əsr da yorulmur, qocalmır, la ilahə illallah. Çünki insan görsən, fikrinə ağlına ölçəndə başlayır özünə uyğun ölçməyə. Və Allah Subhanahu taala bu sifətlərdən uzaqdır. Aydındır? Və Allah Subhanahu taala deyir, yerdə və göydə nə varsa onundur. Yəni ona məxsusdur. Odur idarə edən. Mən vəlləzi yəşfəindahu illə biizni. Onun izni olmasa kim sizə şəfaət eləyər? Kim sizi onun əzabından, bəlasından, imtahanından qurtarar, sizə kömək eləyər? Kim? Heç kəs. Heç kəs Allahın izni olmasa. Və ona görə də Allah Taala'nın böyüklüyü, yəni baxanda bunu bilməlisən, müsəlman bunları bilməlidir. Və onun qəlbi açılmalıdır. İnanın ki, qəlbin açılmasında da hər şey. Hər şey o balaca, o ət parçası ki var, Allah bilir orada nə tərkələr var, Allah bilir. Yəni, o möcüzələr də elə bilər insan üçün, yəni iman gətirər, doğru yola görə, xeyir işlər görə. Və həmçinin Allah Subhanahu taala buyurur ki: "Velillahi ma fi's semawati ve ma fi'l ard ve kana Allahu bi kulli şeyin muhita." Yəni Allah Taala'nın yenə də hər bir şey yerdə, göydə nə varsa Allah'a məxsusdur. Və o hər şeyi əhatə eləyir. Hələ bir şey yoxdur ki, onun elmindən, onun nəzarindən kənarda olsun. Yoxdur hələ bir şey. Təsəvvür edin, bizim Rəbbimiz nə qədər əzəmətlidir. Sadəcə insanlara Allah Taala möhlət verir müəyyən bir vaxta qədər. Və Allah Taala heç vaxt vədindən xilaf çıxmır. Allah Taala ona yaradıb və onun yeməyini də verir, içməyini də verir. Hətta Allaha asi olsa belə, Allaha küfr eləsə belə, Allah Subhanahu taala nədir? Ona vəd verib. Və ona Peyğəmbər göndərib, ağıl verib, şuur verib, fitrətində yaradıb. Və Allah Subhanahu taala nədir? Gör, nə qədər səbirli, nə qədər mərhəmətli, rəhmətlidir ki, onu hidayət gətirib və doğru yola düzələn insanı nə edir? Bağışlayır sonra. Heç kəs bağışlamaz onu. Sənə qarşı biri bir iş görsə, bir sözsə ömür boyu küslü qalsın, ömür boyu danışdırmırsan. La ilahə illallah. Yəni Allah Subhanahu taala bu sifətlərdən uzaqdır hamısı. Allah Taala mərhəmətlidir. Və hər bir şeyi nə edir? İdarə edir. Və hər bir şeyi nəzarətindədir. Heç nə ondan kənarda deyil. Sənin hər bir əməlin. Ona görə Allahdan qorxmaq üçün, yəni bu Allahın yerindən də heç bir yerə çıxıb gedə bilməzsən. Və Allahın nəzarindən də heç bir yerə çıxa bilməzsən. Və ona görə də həmçinin insanın nədir? Qəlbində, gizlində olanları da Allah Subhanahu taala bilir. Lillahi ma fi's semawati ve ma fi'l ard. Ve in tubdu ma fi enfusikum ev tukhfuhu yuhasibukum billah. Feyaghfiru limen yasha ve yu'azzibu men yasha. Vallahu ala kulli şeyin qadir. Yəni bu ayəti Əl-Bəqərə surəsindən axırıncı ayələridir. Və görürsünüz ki, nə deyir? Yenə də Allah Subhanahu taala yerdə, göydə nə varsa Allaha məxsusdur, Allahındır. Və nəfsinizdə olan nə varsa gizlətsəz də açıq-açıq Allah açıq-aşkar edərsiniz, Allah onu bilir. Və onu hesaba çəkəcək. Və kim istəsə bağışlayacaq, kim istəsə nə deyir? Əzab verəcəkdir. Yəni qorx. Və Allahdan qorx. Allah hər bir şeyə qadirdir. Və həmçinin insan fikirləşməlidir ki, onu yaradan, bu boyda kainatın hər bir şeyin sahibi nədir? Allahın qarşısında duracaq. Və o gün fikirləşmək lazımdır. Və lillahi ma fi's semawati və ma fi'l ard və ilallahi turca'ul umur. Yer, göy hamısı Allaha məxsusdur və bütün işlər hamısı ona qayıdır. Heç kəsə qayıtmır. Ya da başlı-başına buraxılmayacaqsan. Mütləq hər bir danışdığına görə, hər bir etdiyin əmələ görə cavab verəcəksən. Və lillahi ma fi's semawati və ma fi'l ard liyəcziyəllezine əsa'u bima amilu və yəcziyəllezine əhsanu bil husna. Yerdə göydə nə varsa, yer, göy hamısı Allahındır. Və kim pis iş görübsə, onun cəzasını verəcək. Kim yaxşı iş görübsə, onun mükafatını verəcəkdir. Deməli, yaxşı işlər görübsə. Allah Subhanahu taala nədir? Heç bir şeyi unutmur. Heç bir şeyi cəzasız buraxmır. Ona görə sən, yəni nəyə görə bax, ayətin əvvəlində Allah Subhanahu taala buyurdu ki, lillahi ma fi's semawati və ma fi'l ard. Yəni, yer, göy Allaha məxsusdur. Allahındır. Yerdə, göydə nə varsa, hamısı Allaha məxsusdur. Yəni, sənə birinci xatırlatdı ki, yəni, Allah Taala'nın böyüklüyünə bax. Hara gedəcəksən? Kim səndən xilas? Kim sən ondan xilas edəcək? Sən heç 5 addım o tərəfdə bilmirsən, nə var, nə yox. Gedə bilmirsən. Hələ yerlər var, sənin xəbərin yoxdur. Gedib çıxa bilmirsən. Ölənlər kimi də gedib çıxa bilməyəcəksən. Amma Allah hər şeyi idarə edir.
Və ona görə də Allah Subhanahu taala yəni həmçinin deyir ki, Allah Subhanahu taala tək özü cəza verəcək. Özü hakim olacaq. Hakimlərin hakimi olacaq. Allah Subhanahu taala bu da buyurur ki: "Velillahi ma fi's semavati ve ma fi'l ard. Yaghfiru limen yasha ve yu'azzibu men yasha ve vallahu gafurur rahim." Yenə də fikir ver. Lillahi ma fi's semavati vel ard. Yəni yer, göy, yerdə göydə nə varsa Allaha məxsusdur. Allah Taala kimi istəsə bağışlayır, kimi istəsə əzab verir. Allah bağışlayan və rəhm edən. Yaddan çıxarmayın. Yenə də ayətin əvvəlində fikir ver, Allah Taala nədir? Yeri göyü misal gətirdi yenə sənə. Yəni başın üstə bax və Allahın əzəmətini gör. Allahı unutma. Və ayaqlarının altında yerə bax. Gör necə onu sənin üçün qərar tutan eləyir. Sən silkələnmirsən, gedirsən, gəlirsən, oradan faydalanırsan. Və ona görə də bu ayətlər hamısı insanı fikirləşməyə fikirləşməyə vaxt var hələ. İnsana qapı açır ki, fikirləşsin. Yəni, o bundan ibrət götürsün. Və ona görə də yəni, bu mübarək Ramazanda da imanın qalxması və insanın fikirləşməsinə bir fürsətdir. Çünki şeytan zəncirlənib, rahatlıq gəlir. O rahatlıqdan istifadə elə. Və əsas da bunların hamısı qayıdır nəyə yenə? Biz həmişə bu mövzuda birinci üstünlük verdiyimiz söz nədir? Əqidə məsələsinə. Əqidə də insanın qəlbindədir. Və insan əqidəsi doğru düzgün olmalıdır. Əqidəsi olmayan insan bunları başa düşə bilməz. Çünki əqidəsi olmasa başqa yalan falan onlara qulaq asacaqdır. Ona görə də nədir? Əqidə mühüm məsələdir. Etiqad düzgün olmalıdır. Yəni gördüyünüz kimi Allah Taala'nındır yer göy. Kimindir? Heç kəsin. Yəni etiqad budur ki, həqiqətən də Allahındır. Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur. Məbudlar var. Var. İnsanlar özləri düzəldiblər, bütlər. Məsələn, bəzi yerdə sıçana ibadət edirlər, bəzi yerdə inəyə, bəzi yerdə bütə, ağaca, qəbrə. Var. Bunlar nədir? Onların ibadət etdikləri ilahlardır. Amma onlar yalandır. Və haqqı kimdir? Allahdır. Haqq ibadətə layiq olan. Haqq məbud odur. La ilahə illallah sözünün mənası budur. Və sən bu əqidəni başa düşürsən, onda sənin üçün rahat olacaq. Göyə də baxanda fikirləşəcəksən, ayağın altında yerə də baxanda görəcəksən oradakı Allah Taala'nın ayətlərin, Allah Taala'nın böyüklüyün, Allah Taala'nın əzəmətin. Və bu da sənə nədir? Fayda verilir. Həm bu dünya üçün, həm də axirətin üçün. Və Allah Taala bizim tutduğumuz oruçları qəbul etsin, ibadətləri qəbul etsin. Allah Taala bizim qəlblərimizi açsın. Allah Taala qohum əqrəbəmizə, xalqımıza, cəmaatımıza hidayət versin, doğru yola yönəltsin. Allah Taala bizə rəhmət qapılarını açsın. Allah bizi bağışlasın. Allah bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahları bağışlasın. Allah bizə rəhm eləsin. Allah Taala bu ruzumuzu bol, bərəkətli, halal, rahat etsin. Allah Taala ölkəmizi daim xeyr içərisində etsin, əmin-aman içərisində etsin. Allah düşmənlərimizi məhv eləsin və qarşımızda diz çöktürsün. Allah Taala əskərlərimizi qorusun. Allah Taala əmin-amanlığımızı qoruyan övladlarımızı qorusun. Allah Taala ölkə başçımızı qorusun. Onu xeyr üzərində etsin. Onu haqqın cəsisi etsin və bütün işlərində uğur versin, güc versin. Və Allah Taala bütün müsəlmanlara kömək olsun. Allah xəstələrimizə şəfa versin. Allah Taala ruzumuzu bol, bərəkətli, halal, rahat etsin. Allah Taala bizə üçün həmişə xeyir qapıları açsın. Allah qardaşın evinə, malına bərəkət versin. Allah razı olsun. Allaha həmd olsun ki, Allah Taala bizi Ramazana çatdırıb və çalışın. Hələ vaxt var. Yəni tövbə eləməyə, qayıtmağa. Yəni əlhəmdülillah kifayət qədər vaxt var. Yəni gecikdirmə ancaq, sabah yox. Hələ indidən tövbə elə, haqqa qayıt, doğru yola qayıt ki, faydalanasan. Zərər səndən başqa heç kəs çəkməyəcəkdir. Yəni Allah Taala'nın mülkündən sən heç bir şey azalta bilməzsən, heç bir şey təsir edə bilməzsən. Yəni sən ancaq özünə eləyə biləcəksən. Ancaq özünə eləyirsən. Ona görə də Allahdan bağışlanmaq istəyirəm. Allah bizə rəhm eləsin. Subhanakallahumma bihamdik. Nəşhədən la ilahə illə əntə nəstəğfiruke və nətubu ileyk.